istəmirsənsə, bəli. ona inandır ki, sən hələ hazır deyilsən Hazır yaşamağa. deyil. Yəni bax bu o sümürgə imperialist belə deyək də dünya görüşün tezləridir, narratividir. İmperiyaların narratividir. Bir ölkənin İran özü də təəssüf ki, hələ də müstəmləkədir. Hansısa gizli güclərin müstəmləkəsidir. Yəni o mollaları gətirən güclər təsadüfən gətirməyiblər. O mollalar da bu gün ölkənin sərvətini çapırtalayır, həmin o ağalarına yedirdir. Ona görə İran acıyalavacdır. İran o qədər, məsələn, Pezeşkan bu günlərdə bir söz dedi ki, gündə 8 milyon barrel neft çıxardan bir ölkədə xalq bu gündə yaşamamalıdır. Yəni bu prezidentin dediyi söhbət. Deməli bu sərvət harasa axır. Deməli bu nefti çıxır, onun pulu İran xalqına gəlmir. Hansısa başqa güclərə gedir. Bax həmin o başqa güclər o uzun illər bu şərqi istismar edir. Heç kim istəyir də dünya bir son 200 ildir qərb mərkəzi dünyadır. Yəni qərb dünyanı işğal eləyir və sümürür. Hələ də buraxmaq istəmir. İran bu günlər İranla bağlı baş verən proseslər, o İranın içində olan savaşlar falanlar da əslində o sərvətlər uğrunda olan savaşdır. İranın sərvətləri uğrunda. İqtisadi müharibələr. Bəli, yəni ay bu belə gəldi, molla ilə getdi. Sadəcə molla bir siyasi gücə bağlıdır. İndi Fransa, Rusiya bağlıdır. İndi deyək ki, başqa güclərə bağlı olan bir şahın oğlunu gətirib, hərə öz uzantısını gətirib, öz sümürgə mexanizmini, bir imperiya mexanizmini gətirib orada xalqın başına, dövlətin başına tikib, sonra da onun vasitəsilə oranı çapıb talamaq istəyir. Vəssalam, çox sadədir, budur.